Əziz şagirdlər, bugünkü mövzumuz mollyuskalar tipi olacaq. Digər tiplərdə də olduğu kimi, burada da ilk dəfə yarananları mütləq qeyd eləməliyik. Mollyuskalar tipində ilk dəfə yaranmışdı ağciyər, böyrəklər, qaraciyər, mədaltı vəz, ürək və açıq qan damar sistemi. İndi ola bilər nəyisə demədim. Dərsi izah eləyən vaxtlarda qeyd eləyəcəm. Mollyuska sözünün mənası burada qeyd olunduğu kimi yumşaq deməkdir. Mollyuskalar suda da yaşayan nümayəndələri var, quruda da yaşayan nümayəndələri var. Qan damar sistemi əksəriyyətində açıqdır, lakin başayaqlı mollyuskalar da qapalıdır. Əsas xarakterik xüsusiyyətləri mantiyanın olmasıdır. Mantiyanın olması sırf mollyuskalar tipinə aid bir xarakterik xüsusiyyətdir. Mollyuskalar tipinin 3 sinifi var. Deməli, qarnayaqlılar, ikitaylılar və deməli, başayaqlılar sinifi. Ümumiyyətlə, bu sinifləri keçdikcə müqayisəli şəkildə hər birinin həm tənəffüs sistemini, həm ifrazat sistemini, yəni bütün sistemlər müqayisəli şəkildə deyiləcəkdir. Birinci başlayaq qarnayaqlar sinifindən. Qarnayaqlar sinifinə baxaq görək hansı nümayəndələrə aiddir. Deməli, böyük göl ilbizi, kiçik göl ilbizi, çanaq ilbizi, makaralı ilbiz, tənək ilbizi bunlara aiddir qarnayaqlılara və biz bunu böyük göl ilbizi misalında öyrənirik. Göl ilbizin şəkli də burada qeyd olunubdur. Bədəni 3 hissədən ibarətdir. Baş, gövdə və ayaqdan. Durğun şirin sularda yaşayır əksəriyyət deməli nümayəndələri. Bədəninə baxanda spiral şəklində burulmuş biz çanağı görürük və çanaqdan başını çıxara bilir, ayağını çıxara bilir və bədənin ön hissəsini çıxara bilir. Bədənin ön hissəsində biz dedik ki, başdır. Başda nələr var? Bir cüt gözlər var, bir cüt lamizə çıxıntısı var, ağzı var bədənin ön hissəsində. Daha sonra deməli bir ədəd ayağı var, əzələli ayağı var ki, qarın nahiyəsində yerləşir və ayağın əzələlərinin yığılması nəticəsində deməli yavaş hərəkət etmə qabiliyyətinə malikdir. Deməli, mantiyanın olması sırf mollyuskalar tipinə xarakterik xüsusiyyətdir və mantiya ilə bədən arasında isə mantiya boşluğu yerləşir. Həzm sistemi necədir? Dərsi başlayanda da qeyd elədim ki, ilk dəfə bunlarda qaraciyər və mədaltı vəz əmələ gəlibdir. Qida ağızdan udlağa, qida borusuna, mədiyə, bağırsağa keçir və həzm olunmayan anal dəliyi vasitəsilə xaric olunmuş olur. Yadınızda saxlayın ki, bunlarda ağzında xitin dişçikli əzələli dili vardı və həzm şirələri hazırlayan deməli qaraciyəri vardı. Mədaltı vəz deməli göl ilbizində yoxdur. Mədaltı vəz yaranıbdır kalmarda, yəni bunlarda yoxdur. Başayaqlar sinifində deyəcək ki, ilk dəfə orada yaranıbdır. Qan damar sistemi açıqdır. Ürəyi bayaq da qeyd elədik ki, ilk dəfə ürəyi, açıq qan damar sistemi bunlarda yaranıbdır. Deməli, ürək 2 kameralı olub, bir qulaqcıq, bir mədəcikdən ibarətdir. 1 dəqiqədə 20-30 dəfə döyünür və ürək boşluğunda yalnız arterial qan olur. Tənəffüs sistemi necədir? Tənəffüs sistemi suda yaşasa da bəzən bu uşaqları çaşdırır, lakin ağciyərlərindən tənəffüs edir. Bəs sual ortaya çıxır ki, necə ağciyərlə tənəffüs edir? O 1 saat ərzində 7-9 dəfə suyun üzərinə qalxır, oksigeni qəbul edir və deməli ağciyərlərdə oksigen zənginləşərək beləliklə tənəffüsünü davam elətdirmiş olur. Lakin bütün nümayəndələr ağciyərlə tənəffüs edirmi? Təbii ki, xeyr. Bəzi nümayəndələri qəlsəmələrlə də tənəffüs edə bilər. Ona görə bizə testlərdə əgər düşsə, soruşulsa ki, bütün qarnayaqlar sinifi ağciyərlə tənəffüs edir, deməli bu fikir yanlış olacaq. Bəzi nümayəndələri qəlsəmələrlə də tənəffüs edə bilir. İfrazat sistemi metanefridial tipli böyrəkdən ibarətdir. Biz bundan öncə keçdiyimiz həlqəvi qurtlar tipində yadınızdadsa qeyd elədik ki, ifrazat sistemi metanefridial tipli ifrazat sistemidir. Hər boğumda bir cütdür. Lakin bunlarda böyrəkdir, amma bu böyrək metanefridial tipli böyrəkdir və bunun da qıf şəkilli hissəsi ürək ətrafı kisəyə, digər ucu isə manti boşluğuna açılır. Sinir sistemi necədir? Sinir sistemi deməli şəkilə də çevirim görsək, deməli qeyd olunmuşdur növbəti şəkildə ki, sinir sistemi udlaqaltı və udlaqüstü sinir düyündən ibarətdir və onlardan çıxan sinir tellərindən ibarətdir. Çoxalması necədir? Hermafroditdir və hermafrodit olursa da mayalanması çarpaz gedir və
mayalanmış yumurtalardan da kiçik ilbizlər çıxır. Keçək ikitaylılar sinifinə. İkitaylılar sinifinin mütləq hər bir nümayəndələrini bilmək lazımdır. Çünki testlərdə soruşulacaqdır, hansı nümayəndələridir. Məsələn, ikitaylılar sinifini sizdən soruşa bilər, qarın ayaqları sinifini və yaxud da ki, baş ayaqlar sinifini. Hər bir nümayəndəsini siz bilməlisiniz. Məsələn, anodontadır, midyadır, stiridiyadır, gəmi qurdudur, mirvari ilbizdir, sədəf ilbizidir. Deməli, bunlar ikitaylılar sinifinə aiddir. Biz bunu anodonta misalında öyrənirik və anodontanın da şəklini siz burada görürsünüz. Suda yaşayan canlıdır. Quma batmış şəkildə oturaq həyat tərzi keçirərək deməli yaşayır. Biz bu hissədə siz ayağını görürsünüz. Tək ayaqdan ibarətdir. Başı yoxdur, reduksiyaya uğramışdır. Pasiv həyat tərzi ilə əlaqəli olaraq və xaricdən biz 2 dənə çanağı görürük. Burada şəkildə də yəqin ki görürsünüz. Özü şəkli o qədər də aydın düşməyibdir. Özünüz kitabdan baxa bilərsiniz və çanaqlar 2 ədəd güclü əzələlər vasitəsilə bir-birinə bağlanır və lazım gələndə çanağını aralaya bilir və ayağını çıxarır. Nisbətən çox yavaş da olsa öz çanağının yerini dəyişə bilir ayağı vasitəsilə və siz burada giriş və çıxış sifonunu görürsünüz. Yadınızda saxlayın, giriş sifonu aşağıda, çıxış sifonu isə ondan yuxarı hissədə yerləşir. Həzm sistemi necədir? Həzm sistemi də bayaqları göl ilbizində olduğu kimi ardıcıllıq, ağız, udlaq, deməli qida borusu, mədə, bağırsaqdan ibarətdir. Həzm olunmayanlar isə deməli xaric olunur. Sadəcə burada qida giriş sifonundan daxil olur və çıxış sifonundan xaric olmuş olur. Yəni həzm olunmayan qida qalıqları. Demək olar ki, göl ilbizinin həzm sisteminə oxşuyur. Tənəffüsü göl ilbizindən fərqli olaraq göl ilbizi ağciyərlərindən, anodonta isə qəlsəmələrdən tənəffüs edir. Qan damar sistemi necədir? Göl ilbizində olduğu kimi açıqdır, lakin bunların ürəyi 3 kameralıdır. 2 qulaqcıq və 1 mədəcikdən ibarətdir. Ürəyində yalnız arterial qan olur. İfrazat sistemi necədir? Bayaq bilmirəm deyəsən qeyd eləmədim. Göl ilbizinin deməli ifrazat sistemində bir börək var, metanefridial şəkildə. Amma bu anodontada 2 dənə metanefridial tipli börək var və bunlarda da qıf şəkilli hissə ürək ətrafı hissə, nazikləşmiş hissəsi isə, yəni digər ucu isə manti boşluğuna açılır. Sinir sistemi deməli göl ilbisindən fərqli olaraq 3 cüt sinir düyündən ibarətdir. Mütləq bunu bilməlisiniz ki, bir cütü qida borusunda, bir cütü gövdədə və bir cütü ayaqda yerləşir. Biz qeyd edirik. Xüsusi bir hiss orqanı yoxdur. Zaten bu pasiv həyat tərzi keçirir. Heç ehtiyacı da yoxdur. Sadəcə təhlükəni hiss eləyən kimi o çanaqlarını qapıyır. Çoxalması göl ilbizi ilə müqayisədə ayrıcinsiyyətlidir. Göl ilbizi isə hermafrodit idi demişdik. Erkəklər xarici görünüşcə dişilərdən fərqlənmir və spermatozoidlərini xaricə buraxırlar. Qamçıları vasitəsilə dişilərin giriş sifonundan daxil olurlar manti boşluğuna və daha sonra mayalanma baş verir. Mayalanmadan sonra isə dişçikli sürfələr çıxır. Sadəcə bunun dişçikli sürfələri parazit olub balığın dərisinə yapışır və qəlsəmələrində, belə deyək də, dərisində yapışaraq parazit həyat tərzi keçirir və hətta belə suallar görə bilərsiniz ki, özü pasiv, sürfəsi aktiv olan heyvan hansıdır? O zaman anodontanı götürəcəksiniz. Niyə? Çünki sürfəsi parazitlik edir və balıq uzaq məsafələrə yayıldığı üçün balıqla bərabər o sürfə də uzaq məsafələrə yayılır. Ona görə də özü pasiv, sürfəsi aktiv deyəndə biz anodontanı götürə bilirik. Baş ayaqlar sinifi, keçək növbəti səhifəyə. Baş ayaqlar sinifindən bayaq dedik ki, kalmarı misal göstərə bilərik. Onda müxtəlif növləri var. Adi kalmar var, nəhəng kalmar var, uzaq şərq kalmarıdır, 8 ayaqdır, sepiyadır, karakotusdur və s. Bunları misal göstərə bilərik. Uzaq şərq kalmarının misalında isə biz baş ayaqlar sinifini öyrənəcəyik. Deməli, bunlarda biz bayaq qeyd elədik ki, qaraciyər əmələ gəldi göl ilbizində. Amma mədaltı vəz əmələ gələcək baş ayaqlar sinifində. Və bunların bədənlərinin quruluşuna baxsaq, 2 hissədən ibarət olduğunu görərsiniz. Başdan, bir də ki, gövdədən ibarətdir. Başda burada elə bir şəkildə görünmür.
2 ədəd bəbək və billura malik gözləri vardı. Ona görə də bəbək və billura malik gözləri də biz ilk dəfə burada qeyd edə bilərik. Bunlarda ağızda quş dimliyini xatırladan çənələr vardı. Həmçinin bunların burada gördüyünüz kimi qolcuqları var və 10 ədəddir. Onun deməli ikisi uzundur, 8-i qısadır. Daha sonra nə deyə bilərik? Bədən rəngini bunlar dəyişə bilirlər. Daha sonra reaktiv hərəkət edirlər. Bədən rənginin dəyişməsinin əhəmiyyəti ondan ibarətdir ki, bunlarda xüsusi bir belə deyək də kisə olur. Həmin kisə, məsələn, onlar hər hansı bir qorxunu hiss eləyəndə, təhlükəni hiss eləyəndə, həmin mürəkkəb kisənin içərisindəki olan mayedən sepiya adlanan qəhvəyi rəngli, belə deyək də, rəngli boyaq əmələ gəlir ki, sanki bulud əmələ gətirir. Həmin rəngli buludun içərisindən o qaçıb canını qurtarır. Lakin onu ovlamaq istəyən canlı, belə deyək də, elə o rəngin içərisində qalır. Bulud əmələ gətirən rəngin içərisində qalır. O müxtəlif rəng ola bilər və beləliklə öz canını qurtarmış olur. Hərəkəti bayaq qeyd elədim ki, o reaktiv hərəkət edir, yəni sürətli hərəkət edir. Həzm sistemi necədir? Həzm sistemi bayaq da qeyd elədiyimiz kimi 2 dənə uzun qolcuğu var ki, bunlar şikarın tutulmasında iştirak edir. Qısa qolcuqlar isə qidanı saxlamasında iştirak edir və qida ağızdan udlağa, qida borusuna, mədəyə, bağırsağa keçir. Dedik, həzm şirələrinin tərkibində həm qaraciyər və mədəaltı vəz var. Daha sonra bunlardakı həzm olunmayan qida qalıqları da yenə də anal dəliyi vasitəsilə xaric olunacaq. Tənəffüsü anadontada olduğu kimi qəlsəmələr vasitəsilədir. Qan damar sistemi o da anadontada olduğu kimi 3 kameralıdır, lakin bunların ürəklərində qan dövranı belə deyək də qapalıdır. Ürəkləri belə deyək, qanı qəlsəmələrə vuran hansı ki qəlsəmə ürəyi deyilən bir hissə var ki, həmin hissə vasitəsilə baş verir. Sinir sistemi necədir? Sinir sistemi deməli sinir düyünləri bunlarda inkişaf eləmişdi, hansı ki mantia, qıf və qolcuqların əsasında sinir düyünləri yerləşir. Çoxalması ayrı cinsiyyətlidir, mayalanması daxilidir və sürfələri varsa, deməli dolayı inkişafı baş vermiş olur. Ümumiləşdirmək istəyirəm dərsi. Hər bir sinif haqqında sistemlərini ümumiləşdirək gəlin. Deməli, gəlin baxaq hər birinin tənəffüs sisteminə. Tənəffüs sistemi göl ilbizində ağciyər, bəzi nümayəndələrində qəlsəmə ola bilər. Anadonta və kalmarda qəlsəmədir. Ürəklərin kameraları göl ilbizində 2 kameralı, anadonta ilə kalmarda 3 kameralıdır. Göl ilbizində açıq qan dövranıdır, anadontada açıqdır, lakin kalmarda qapalı qan dövranıdır. Böyrəklərin sayına gələndə belə deyək, ifrazat sisteminə biz deyirik ki, metanefridial tipli böyrəklərdən ibarətdir. Bir dənə göl ilbizindədir, 2 dənə deməli anadontadadır. Lakin belə deyək də, kalmarın sayını vermədiyi üçün sizdən soruşa bilməz suallarda. Tənəffüs sistemini dedik, qan damar sistemini dedik, sinir sistemi. Sinir sistemi göl ilbizində sinir sistemi udlaq-altı, udlaq-üstü sinir düyünlərindən ibarətdir. Onlardan çıxan sinir şaxələrindən ibarətdir. Anadontanın sinir sistemində xüsusilə 3 cüt sinir düyünü yaxşı inkişaf etmişdi, hansı ki onların bir cütü gövdədə, bir cütü ayaqda və bir cütü qida borusundaydı. Deməli, kalmarda isə biz dedik ki, mantiyanın üzərində sinir düyünləri xüsusilə deməli yerləşir. Qıfın və qolcuqların əsasında yerləşir. Çoxalmasına baxanda göl ilbizi hermafroditdir. Anadonta ilə belə deyək, kalmar isə ayrı cinsiyyətlidir. Hansının özü pasiv sürfəsi aktiv oldu, anadonta oldu. Belə, bu da oldu mollyuskalar tipi. Əslində çətin mövzu deyil, rahat mövzudur. İnşallah ki öyrənəcəksiniz, sual cavabı olunacaq və əvvəlki mövzulara da toxunulacaq.